Deməli bir dənə xanım buradan üz aşağı, bir dənə 3 yaşında uşaq yanında, bir dənə də yaş yarımlıq uşaq kolyaskada. Abi yolla gedir. Mən də velosipeddən yuxarı çıxıram, deyirəm ay anam, bu burada səki var da, güy kimi düzəldiblər. Ən azı bir 2 metr enliliyi var. Niyə bunu istifadə eləmirsiniz? Burada təhlükə ilə uşaq da yanınızda. Öyle üz aşağı. Ya qardaşım, mənim yerimə sən ol. Bax, hanı bunların pantosu? Mən deməli oradan uşağı kolyaskanın qucağıma almalıyam. O bir əlimdən uşağı tutmalıyam ki, qaçmasın, balacadır, çıxar maşın yoluna. Düşürtməliyəm. 2 metrdən sonra yenə qaldırmalıyam onu yuxarı, sonra 3 metr gəlib yenə də buradan düşürməliyəm. Bax, bu belə-belə də gedir üz aşağıya qədər. Mən bunu hara qədər nətər edə bilərəm? Hələ mən bir tərəf, bunun bir qaysisi var, yaşlı qocası var ki, kolyaskadadır, infarkt olanı var. Nəsə də ümumiyyətlə kolyaska, ya velosipedlə, mən də özüm velosiped sürürəm, mənə rahat olar ki, elə adam yoxdursa səki ilə gedim və tutalım, maşın yolundan az istifadə edim. Amma yoxdur burada pantoslar. Bax, turizm bölgəsində burada hər cür şərait olmalıdır. Əgər doğrudan da layihə istəyirsinizsə, büdcəni yenə də yemək istəyirsinizsə, buyurun ay məmurlar. Yetər ki, insanların bir balaca rahatçılığı olsun. 10 manatın yiyin, 2 manatın bura xərcləyin. Rahatçılıq olsun yetər ki. Təşəkkür edirəm.